Heydərlə Kəndçi. Kəndçi artıq 3 həftədir ki, kəndçinin üzünə həsrət qalmışıq. Ona görə yox ki, kəndçi hazırdır, kəndçi həmişə hazırdır. Ona görə ki, biz efir vaxtı etibarilə çatdıra bilmirik. Bu səfər bizim kəndçimiz gedib Maşdağanı gəzib, nələr çəkib, nələr göstərib, kəndçi Heydərin təqdimatında. Bu kəndin adı özündən əvvəl yaranmışdı. Abbasqulu Bakıxanovun Gülüstan-ı İram əsərində Maşdağa toponiminin Massaget tayfalarının adından götürüldüyü fikrini irəli sürmüşdü. Massaget tayfaları da eramızdan əvvəl 6-5-ci əsrdə mövcud olmuşdu. Maşdağada ümumilikdə 32-yə yaxın məscid olmuşdur. Bunlardan qədimi hesab olunanı isə 17-ci əsr tarixi abidəsi Xonxar məhəllə Cümə məscididir. 1841-1861-ci il zəlzələsinin şahidi olmuş bu məscid dağılmamışdır. Daha çox yerə doğru batmışdır. Bəzi ehtimallara görə bu məscid hətta yeraltı yollar üzərində tikilmişdir. Burada bir həyətlərdə qədim karvan yolu var və bu yol hər də qədimliyini bir əsas verir bizə. Hal-hazırda biz gəlmişik Sehirli Xalat filminin çəkildiyi bir yerə. Yəqin ki, filmdə görmüsünüz. Mərhum aktyorumuz Əliağa Ağayev uşaqların, piyanarların əlindən başını götürür, qaçır. Həmin bax buradan çıxaraq üzü Maşdağaya tərəf, mərkəzə doğru qaçır. Həmən filmi də bax burada çəkilmişdi. Bu filmdən qısa bir fraqmentə də dəvət edirəm baxasınız. Şamxal hamamı Maşdağa kəndinin tarixi hissəsində, Xunxar məhəlləsində yerləşir. Ustadlar Ağıqulu və Kərbəlayı Hacıqulu tərəfindən 17-ci əsrdə üzü meydana tərəf tikilmişdir. Yerin altından təxminən 2 metr aşağıda inşa olunur. Bizim dayandığımız yer, yerin üstü, yerin alt hissəsi 2 metr fərqi var. Maşdağada ümumilikdə 30-a yaxın su ovdanları olmuşdur. Bunlardan bu dövrə gəlib çatanı isə 19-cu əsrin sonunda qazılmış Hacı Əmiraslan ovdanıdır. Maşdağada ümumilikdə şirin su mənbələri digər Abşeron kəndləri ilə müqayisədə daha çox olmuşdur. Hətta bəzi tarixi mənbələrdə söylənilir ki, Şahsman Xətai Bakıya gələndə Bakı qalasını Şirvanşahları ala bilməyəndə ahali su tapmaq üçün Maşdağaya gəlib. Biliblər ki, ətraf məhəllədə atlarını, qoşununu su varmaq üçün bu Maşdağaya da indi belə ehtimal olunur və məntiqlə də axtarılır ki, o dövrdə Maşdağada su mənbələri daha çox güclüdür. Bura hal-hazırda gördüyünüz Zabrat yoludur. Maşdağanın girəcəyidir. 1918-ci il sentyabr ayının 19-da ermənilər Şamiyanın başçılığı altında Maşdağaya hücuma keçmişlər. Lakin Maşdağalılar Qoçu Həzzin başçılığı altında ermənilərə qarşı vuruşub onları kəndə buraxmamışlar. Maşdağanın tarixi abidələrini bacardığımız qədər çəkdik sizə göstərdik. Bir Mövsüm kişinin gəlmişik həyətinə. 90 yaşında bir belənçiyinə qalmağın, belə deyim, sirri nədədir? Yəni, deyilən biz də bilək də. Birinci əvvəldən yerək hər kəsə növ çəkmi olsun, sağlamlığı göstərsin. Sözü götürər. Puşkinin bir gözəl sözü var. Deyir ki, libası təzəlikdən qoru ginən. Gəncliyi, şərəfi isə gənclikdən. Mən bir həkim kimi sağlamlığı gərək cavanlıqdan qoruyasan ki, cürbücür içki içməklə, papiros çəkməklə məşğul olub, əldən düşəndən sonra onu da qorumağın əhəmiyyəti yoxdur. Eşitdiyimizə görə elə sizin atavız da bu Maşdağada salib seçilən ruhanilərdən olub, repressiya qurbanı olub. Atam Azərbaycanın məşhur ruhani alimlərindən olub. Əyatullahdır. Atamın adı ki, Əyatullah kitablarına düşürdü. Ona görə bizim evimiz həmişə qonaq qədərli olub, həmişə gəlib gedən olub. Bu yuxarıdakı ev atamın qabul otağı idi burada. Atamın yanına gələrdilər, məsləhətlər almağa. Misal üçün gələrdilər ki, ağa su əhsan eləmək istəyirik. Nə əhsan eləsək yaxşıdır? Deyərdi ki, ən birinci əhsan su əhsanıdır. Su təmizlikdir, su həyatdır, su paklıqdır.
Kişi deyir ki, bizim yolumuzu getməyib, həkim olmayıb. Nə olmusan ki, kişi biraz narazı qalıb səndən? Mən hal-hazırda Azərbaycan aviasiyası pilotuyam. Göydən baxanda Məştağaya necə görünür? Bir maşdağlı kimi kəndimə baxanda mənim təyyarəm qanatları genişlənir, uçuşu sürətlənir. Yəni ki, hər bir insan öz yuvasına, öz məkanına, öz yurduna baxanda yəqin ki, bir fəxr hiss eləyir. Yerli Məştağa cavanlarından nəyindən razısan, nəyindən narazısan? Maştağada o vaxt 3 dənə məhəllə vardı. Seyid məhəlləsi, Xonxar məhəlləsi, Keçil məhəlləsi vardı. Hər nəslin də ləqəbi vardı. Misal üçün Qarasaqqallılar, sonra Xingallılar, pendir yeməzlər, beləncə. O vaxt soruşturmazdılar ki, oğlum sən kimin oğlusan? Soruşarlar kimlərdənsən? 3000 illik tarixi olan Maştağa kəndini də gəldik, başa çıxdıq, çəkdik. Növbəti dayanacağımız Bakının Oski kəndindən hansı olacaq? Bunu həmişə olduğu kimi bilmirik. Bütün oyananlar üçün Heydər Rəsulzadə, Üsal Həşimov.